Salamlar əziz dostlar. Bu cələsə bir ayrı aşıq havasının amuzişinə başlayırıq. Bu hava Koroğlu havalarındandır. Adı sürütmə Koroğlu ya döşəmə Koroğlu da deyirlər. Bu havada çox sürütmə mizraplardan çox istifadə olunur. Sürütmə mizrap ya həman darama mizraplar. Kökümüz sol olacaq. Bas simlərimiz tiyunerdə. Orta simlər. Və üst simlər. Bu ahəngidə sürütmə mizraplardan çox istifadə olunacaq ya darama mizrap. Müqəddəmat dərslərdə öyrəşmişik bunu o mizrabı. Bir dəfəndə indi xülasə var tozih verim bu mizrabın təriqi çalmasın. Rast mizrabımızı vururuq simlərin açığında deyirəm. Çəp mizrabımızı vuranda re vuracaq, doda bir ləhsə məşq haləti olacaq, dodan bir səs alacaq. Elə ki mizrab darama halətdə ya sürütmə halətdə çıxır üstə. Bu halətdə. Bəs olur re, do. Bu halətdə mizraplar çox işlənəcək bu ahəngdə. Əvvəl mizanımızı başlayaq. Ölçümüz də 7-8-dir. Axsaq ritmidir. İkinci barmağı qoyuruq do pərdəsinə bir sidədir. Həman darama mizrabı do, si, la. Baş barmağımız burada si tutanda la olur. Bəs olur. Rast mizrabımız do.